Sandusa bu videoyu Fiskan 2. şans blok imtihanında karşısına çıkabileceği 3 vacip sual tipine bakacak. Suallar bir atım bir şekilde izah edeceğim ki suallar daha rahat ve daha etraflı bir şekilde başvurabilirsiniz. Bir hatırlatma dedim ki eğer böyle videoların devamını istəyirsinizsə video beğenmeyi, kanala abone olmağı ve videolara şərh yazmayı unutmayın. Hər birinizi çox sevirəm. O zaman başlayaq. Demək ki, birinci sualımızdan davam edək. Eyni materialdan hazırlanmış nümunələrin bir müddət zaman arasında hansı münasibətli doğrudur? İlk öncə gəlin biz burada f bərabərdir k delta l düzsün yazaq. F bərabərdir k delta l. Və mən buradan delta l yəni müddət zaman tapmış olsam f bölünsün k düzsün mən buradan yazmış olaram. İndi f bölünsün k nədir? S-yə bölü S0. Yeni yazıram S-yə bölünsün S0. Bu S0 qalxır yuxarı. Nə olur? Nə olur? F0 bölünsün S olur. Bunu buradan tapdıq. İndi müddət zaman arasında ki münasibəti qurmaq üçün mən belə bir şey yazıram. Delta L1 bölünsün delta L2. Bərabərdir də. İndi mən buradan görürəm ki, delta L f və S0 düz mütənasibətsə, ona görə belə yazıram. Deməli, F1 bölünsün F2 vurulsun. Deməli, S01 bölünsün S02 vurulsun. S ilə də məxrəcli olduğu üçün tərs mütənasibətsə, ona görə belə yazıram. Birin ikisi olur nə? 2-nin bir. Yəni, S2 bölünsün S1 vurulsun. Y2 bölünsün Y1. Deməli, Y1. O da bərabərdir. İndi mən burada baxıram nəyə? Qüvvədə görürəm ki, eyni. Yəni, ikisində də F-dir. İkisində F olduğu üçün F-ə gedir. Bir də eyni material söz varsa Young modulları eynidir. Yəni, Y1 bərabərdir, Y2 bunlar birbirine bərabər olmuş olur. Bunu buradan bildik. Ona görə də deməli, buradan deməli, F-lər ixtisara gedir, Y-lər də ixtisara gedir. Qalır buradan nə? Deməli, S01 bölünsün S02 vurulsun, S2 bölünsün S1. İndi bunları indi hesab edir. Deməli, S01 nəyə bərabərdir? S01 S0'da S02 2S0'da deməli S0 bölü 2S0 olur. Sonra deməli ikincisinin S 2S, birincisinin S S ona görə olur 2S bölünsün S. Onda mən belə yazmış olan bunu. Deməli S0 bölünsün 2S0 vurulsun S2 bölü S1. Yəni 2S, yəni ikinci olan sahə 2S bölünsün birinci olan sahə, yəni S. S ixtisar gedir qalır burada 2, S0 ixtisar gedir qalır 2 ilə 1. Onda mən 2-ni vururam nə? 2 ilə 1-ə. 2 ilə ixtisar gedir qalır neçə? 1. Deməli delta L1 bölünsün delta L2 əgər 1 isə demək onda belə çıxır ki, delta L2 bərabərdir delta L1. Demək bunlar birbirine bərabərdir. Ona görə bunlar birbirine bərabər olduğu üçün biz burada bərabər olan variantı götürürük və bu da olacaq hansı variant? A variantı olmuş olacaq. Bu qədər sadə. İndi keçək növbəti sualımıza. İndi 8-ci sualımızdan davam edək. En kəsin sayısı 1 cm var. Başlangıc uzunluğu 2 metr olan çubuğu yəni mexanik gərginlik nisbi uzanmadan asılı qrafiq verilmişdir. Elastik deformasiya olmuş çubuğun A nöqtəsindən olan potensial enerjini deyil hesablayın. Bunu hesablamaq üçün nə edirik? Önce potensial enerji düzünü yazır. Deməli, Y potensial bərabərdir. Fx bölünsün 2. İndi biz bilirik ki, x bir yana nədir? Uzunluq dəyişməsi. Yəni delta ilə bərabərdir. Ona görə yeni nə yazam? F delta L bölünsün 2. Bu düzünü yazmış olam. İndi burada mən nə edirəm? İlk önce gəlin burada biz F'i tapaq. F'in belə bir düzü var. F bərabərdir sigma S. Bunu buradan bilirik. Bir də epsilon düzü var. Epsilon da bərabərdir delta L bölünsün S0'da. İndi F bərabərdir sigma S və epsilon da bərabərdir delta L bölünsün S0'da. Və mən buradan delta L'yi tapmış olsam delta L nəyə bərabərdir? Delta L də bərabərdir epsilon S0. Onda mən F'in yerinə nə yazam? Sigma S. Yəni olur belə. Deməli sigma S vurulsun. Delta L'in də yerinə nə yazam? Epsilon S0 bölünsün nə? 2. Deməli bizim belə bir düzsümüz aldı. Sigma S epsilon S0 bölünsün 2. İndi mən bu kəmiyyətləri bir burada yerinə yazıram. Birinci burada baxıram nə? Birinci burada A nöqtəsi olan sigma baxıram. Görürəm ki 60 lira mega verdiyi üçün olur 60 olsa 10 üstü 6. Epsilon da nə qədərdir? 4 və 10 üstü mənfi 3. Çünki burada 10 üstü mənfi 3 var ona görə. İndi burada indi yazıram nə? Deməli 60 10 üstü 6. Deməli yeni yazıram 60 vuraq. Dəqiqə. Deməli 60 vurulsun 10 üstü 6 vurulsun 4 vuraq 10 üstü mənfi 3 vurulsun. Epsilon S0. Epsilon nəyə bərabərdir? Yox. Sigmanın epsilon tapdı. İndi burada S0 lazımdır. Deməli S0 nədir? 2'dir. S də 1 cm kvadrat. İndi biz bilirik ki 1 metr 100 santimdir. 1 santimetr 0'dan %1'dir. Bu da 10 üstü mənfi 2'dir. Kvadrat olduğuna görə olur neçə? 10 üstü mənfi 4. Ona görə belə olur. 10 üstü mənfi 4 vurulsun neçə? 2. Yeni yazan 10 üstü mənfi 4 vurulsun 2. Demək belə yazan 10 üstü mənfi 4 vurulsun nə? 2. İndi burada baxıram bir hesablayıram. Mən ilk öncə bilirəm ki, bu deməli 10 üstü mənfi 3, bu 10 üstü mənfi 4, buna edir 10 üstü mənfi 7. Bu 10 üstü 6, bu da 10 üstü 1, 10 üstü 6, bu da edir 10 üstü 7, 10 üstü 7, 10 üstü mənfi 7, buna bir də ixtisara apardı. Deməli, burada nə qaldı? Hə, bir də burada bölünsün 2 var, onu yaddan çıxardım. Burada bir də 2 var. Deməli, bunlar bir-birini apardı. Bu 2 ilə bu 2 bir-birini apardı. Olur nə? 6 vurulsun 4. 6 ilə 4'ə vuranda nə qədər edir? 24 joule'a bərabər olmuş olur. Yəni, burada cavabımız olacaq neçə? 24 joule'a bərabər olmuş olacaq. Cavabımız olacaq 24 joule. Yəni A variantı. Bu qədər sadə. İlk növbəti sualımıza. Son sualımızdan devam edelim. Kütle 0.1 kg buzun maya çevrilmesi prosesi zamanı onun temperatürü zaman asıl qrafiği vermiştir.
25 dəqiqə ərzində deyir. 25 dəqiqə müddətində bu su sisteminin aldığı isti miqdarını kilojoule hesablayın. Deməli, bunu hesablamaq üçün ilk öncə biz burada nə edirik? Birinci biz burada baxırıq nəyə? İlk öncə bizə bu su sistemi verildiyi üçün, yəni buz, yəni birinci tərəf olur buz, yəni burası olur buz. İkinci tərəf, yəni bu hissə olur buz və su, yəni ikisi birlikdə. Son tərəfdə olur nə? Su. İndi mən burada nə edirəm? Mən bilirəm ki, buz qızır. Yəni bu hissədə qızır, bu hissədə əriyir. Bu hissədə nə olur? Buxarlanır. Demək ki, qızma hissini mən burada yazsam, deməli qızma hissini yazan olur nə? Cm delta T. Plus. Bu hissədə əridiyi üçün yenə nə yazıram? Ln plus. Bir də bu hissədə maya olduğu üçün maya da buxarlanır və mayanın buxarlanmasına uyğun olan istilik yazsam, bu da nə olur? Cm delta T. Deməli, yeni yazıram Cm delta T. İndi burada yazıram belə. Deməli, bu hissə buz olduğu üçün belə yazıram. Deməli, C buz, M buz, delta T plus Lm olduğu kimi qalır. Bu hissədə yazıram C su, M su, delta T. İndi mən bilirəm ki, əgər 0.1 kg kütləli buzdan söhbət gedirsə, deməli 0.1 kg kütləli buz qızırsa, deməli yenində də 0.1 kg kütləli bir maye, yəni su əmələ gəlmiş olur. Yəni qısaca kütlə dəyişimi olduğu kimi qalır. Onu da deməli, indi mən burada baxıram nə? İlk öncə C buzu buradan baxıram. C buz, yəni buzun xüsusi istilik tutumu 2 idi. Ona görə yeni yazıram 2 vurulsun. Deməli, M buz 0.1-dir. Plus doğrusu plus yox, vurulsun. Delta T nə qədərdir? Görürəm ki, -20-dən 0-a gəlir. Yəni 0-dan -20 çıxan bu bizə verir neçə? 20. Deməli, yeni yazdım 20 plus elementə baxıram. Element nə qədərdir? 350-dir. Çünki burada deyir axı onun xüsusi ərimə istiliyi. 350-ni vuram nəyə? Kütləyə. Deməli, 350 vurulsun neçə? 0.1 plus C su M su. C su nə qədərdir? C suya burada baxıram 4-dür. Deməli C su 4-dür. Yeni yazdım 4. M su yəni 0.1-dir. Delta T-yə indi baxıram. Delta T nə qədərdir? Ona bir dənə baxaq. Deməli 0-dan gəlib nəyə? 0-dan 50-yə gəlir. Deməli 50-dən 0-a çıxan bu bizə nə verir? 50. Deməli yeni yazdım nə? 50. Yeni yazdım 50. İndi buradan bir hesabı. Görürəm ki, burada 0.1-lər eyni. Ona görə 0.1-i atıram mötərizə xaricinə. 0.1-i atıram mötərizə xaricinə. Olur nə? Deməli 2-ni 20-yə vurdum. Nə qədər yerdir? 40. Plus. Burada qalır 350 plus. Burada da 0.1 atanda 450, yəni 200 qalır. İndi mən də bunları bir-bir hesablasam, deməli yazsam belə. 0.1 vurulsa, deməli 40 50 olur 390. 390 plus 200 olur 590. Burada mənə gəlir 590. Deməli 0.1-də 590-a vuranda bu da bizə verir neçə? 59 kilojoule. Və bizlər də burada kilonu istədiyi üçün biz burada kilonu hesablayırıq ona görə. Yəni biz burada C buz, M buz, delta T biz öyrənmiyoruz. C su, M su, delta T düzünə istifadə dedi ki, qızma olan hissəyə C buz, M buz, delta T, əribə olan hissəyə Ln və buxarlama, qaynama olan hissəyə isə C su, M su, delta T uyğundur və buradan da kəmiyyətləri bir-bir yerinə qoyuruq. Delta T'ləri də bir-bir hesablayırıq və buradan tapırıq belə bir ifadə və buradan da 0.1 590 vurmanın camımızı 59 tapmış olur. Yəni camımız burada olacaq 59 kilojoule. Kilonla da istədiyi üçün kilolara əldə əmri olduğu kimi qalır. Ona görə burada camımız olacaq 59 kilojoule. Belki bu videonun abonentler için fizikanın ikinci şansı blok internette destek videosu olarak çektim. Bu videoda fizikanın ikinci şansı blok internette karşılaşabileceği 3 value su atımını təqdim ettim. Ümid edirəm ki bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə video bəyənməyi, kanala abunə olmağı və videoları aşağı yazmağı unutmayın. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.